Bismillahirrahmanirrahim. Bugünkü mövzumuz din və elm haqqındadır. Yəni din və elm bir-birini tamamlayır və yaxud da bir-birinə ziddiyyət təşkil edir. Allah təbarək və Teala Qur'an-ı Kərimdə bizlər üçün gözəl və nümunəvi bir ayə buyurur. Yerə və göyə baxmırlar ki, onları necə yaratmışıq. Allah təbarək və Teala buyurur bizə. Bu ayədə bizə nəyi öyrədir? Müşahidə etməyi, təfəkkür etməyi və elmi araşdırmaya çağırır bizi. Allah təbarək və Teala. Elə İslamın ilk əmri də oxu əmri ilə başlayır. İqra bismi rabbikəl-ləzi xalaq. Allah təbarək və Teala hər tərəfli bizi oxumağa və elmi araşdırmağa çağırır. İslam tarixinə nəzər yetirdikdə bir çox İslam alimləri vardır ki, dünyəvi elmlərə də çox böyük töhfələr olmuşdur. Bunlardan bir neçəsini biz qeyd etmək olar. Əl-Biruni, İbn Sina, Əl-Xarəzmi, İbn Rüşd, Azərbaycanımızın gözəl şəxsiyyətlərindən, dahi şəxsiyyətlərindən Məhəmməd Füzuli, Nizami Gəncəvi, Nəsrəddin Tusi və s. Bunlar tibbi cəhətdən, riyaziyyat cəhətdən, astronomiya, ədəbi elmlər cəhətdən çox böyük töhfələr olmuşdur və bu töhfələrlə yanaşı ibadi məsələləri də yerinə yetirmişlər. Yəni dini məsələlərin də, dini əməllərin də mükəmməl dərəcədə yerinə yetirmişlər. Yəni bunu bir arqument gətirmək olar ki, bunlarda elm nə dini zəiflətməyib, nə də ki, din elmə zərər yetirməyib, zəiflətməyib. Elm kainatdakı qanunları bizə öyrədir. Yəni bunu başa düşməliyik ki, elm kainatdakı qanunları öyrədir, din isə bu kainatın mənasını izah edir. Yəni bir-birini tamamlayan məsələlərdir bunlar. Elm necə sualını cavablayır? Məsələn, necə yağış yağar? Necə kainat yaradıldı? Və din isə niyə sualına cavab verir? Niyə bu dünya var? Niyə biz məsələn namaz qılmalıyıq?